Tovuzda kənd təsərrüfatı məhsullarının əksər növləri yetişdirilir. Kartofla yanaşı yerkökü, çuğundur, turp, göy soğan, göyərti məhsulları da bu zonada yüksək məhsuldarlığı ilə seçilir. Adı çəkilən məhsullarsa daha çox rayonun Hunanlar kəndində əkilir. Fermerlər deyir ki, tərəvəzlərin məhsuldarlığı daxili tələbatı ödəyəcək qədər yüksəkdir. Bu ilin avqustundan əkilən tərəvəzlərin yığımına başlanılıb. Fermerlər ötən ilə nisbətən bu il məhsulun bol olduğunu deyirlər. Məhsullarını əsasən daxili bazarlara çıxaran fermerlər qazanclarından da razıdırlar. Çünki məhsuldarlıqla yanaşı qiymətlərdə də artım var. Kökü satılıq 50 qəpik, 60 qəpik, siftə çıxanda 80 qəpik, 30 qəpik, 40 qəpik belə aparıb bazarda özümüzdə satırıq. Alverçi də gəlib satır. Bayram ərəfəsində göyərti, çuğundur və soğana da bazarlarda kifayət qədər tələbat var. Fermerlər deyir ki, əgər sərt şaxta olmasa, yaza qədər üstü örtülü əkilən tərəvəzlərdən də yüksək məhsul götürüləcək. Bu il əkinimiz də yaxşıdır, şükür suvarması zadı, heç bir əkin sahəsində, heç bir şeydə maliyyətçilik yoxdur. Qiymət keçən ilinə nisbətən bir 20-30 qəpik bahadır, yaxşıdır. Bu il gəlir əldə edən fermerlərin növbəti planı əkin sahələrinin artırılmasıdır. Hazırda bu ilin noyabr ayında əkilən üstü bağlı tərəvəzlər suvarılır, ləklər alaq otlarından təmizlənir və ziyanvericilərə qarşı torpağa kimyəvi maddələr verilir. Amma çox şey havanın necə keçəcəyindən asılıdır. Oruc Mansurov, Cümşüd Bayramlı, Nuran Ələkbərli, Tovuz.